Yeşaya 15-ci fəsil. Moavın dağılması. Moav barədə xəbərdarlıq. Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı. Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı. Buna görə Divon xalqı ağlamaq üçün məbədə, səcdəgahlara çıxdı. Moav xalqı Nevo və Medva üçün fəryad eləyir. Yaz tutmaq üçün hamı saçını kəsdi, saqqalını qırxdı. Çula bürünərək küçələrdə, damlarda, meydanlarda hər kəs fəryad eləyir. Göz yaşları sel kimi axır. Heşbon və Elalə fəryad eləyir. Səsləri Yahsaya qədər eşidilir. Buna görə Moav əskərləri nalə çəkir. Ürəkləri qorxu içindədir. Ürəyim Moav üçün kədərlənir. Oranın qaçqınları Suara, Eqlat, Şelişiyaya doğru qaçdı. Luxit yoxuşundan ağlayaraq çıxırlar. Xoranayım yolunda məhv olduqları üçün ağlayırlar. Nimrim suları quruduğu üçün ot soldu. Bitkilər qalmadı. Artıq göy göyərti yox oldu. Buna görə xalq qazandığı mal dövlətini, yığdığı sərvətini Söyüdlər vadisindən keçirir. Xalqın ağlaşması Moav torpağını bürüyür. Fəryadı Eqlayimədək, Beer-Elimədək çatır. Çünki Dimon suları qanla doludur. Amma mən Dimonun başına daha betər bəla gətirəcəyəm. Moavdan qaçıb qurtulanların, ölkədə sağ qalanların üstünə şirlər göndərəcəyəm.